İndi bir gün səhər qonşular zəng gelib ki, eviniz dağılıb. Bütün bu məsələlərlə bağlı Bakı İcra Hakimiyyətinə müraciət edirəm. Bakı İcra Hakimiyyətinə. Mətin Mirzəyə müraciət edirəm, xahiş edirəm. Mebellər də olub, xuna mebeli, hamısı gəlib verir. Ev düşüb qəzalı vəziyyətə. Barometrin qaynar xəttinə bu dəfə Bəşir Səfəroğlu Dalan 9 mənzil 3-də yaşayan Əliyev Etibar tərəfindən şikayət daxil olub. O bildirir ki, onun qonşusunun evini sökərkən qanunsuz şəkildə onun da evinin divarını söküblər. Burada bildiyinizə görə söküntü gedir də, amma biz yine razılıq olunmayıb. Danışıqlar gedib tam razılığa gəlməmişik. Yəni alıq-satqı olmayıb bizim aramızda. Və bu qonşunun da evini sökəndə mən gəldim xəbərdarlıq elədim ki, evdə çat var da. Yəni ki, bura çox şey eləməyin, dağılacaq ev. İndi bir gün səhər qonşular zəng gelib ki, eviniz dağılıb. İndi gəlmişəm, bura müraciət elədim, gəldilər, baxdılar ki, dedilər yağış yağıb, yağışdan dağılıb. Deyirəm ki, 200 ildir yağışda dağılmayıbsa, indi bir dənə gecə yağış da yağmıyor. Sonra dediler ki, özün sökmüsən ki, şey eləyək. Və burada mebellər də olub, xuna mebeli, hamısı gəlib verir, ev düşüb qəzalı vəziyyətə. İndi bunlar da şey eləyər ki, bizlik deyil, evimiz qəzalıdır. Mövzu ilə bağlı açıqlama almaq üçün yaxınlaşdıq köçürülmə qəbul komissiyasına. Bütün bu məsələlərlə bağlı Bakı İcra Hakimiyyətinə müraciət edirəm. Bakı İcra Hakimiyyətinə. Mətin Mirzəyə müraciət edirəm, xahiş edirəm. Oldu. Yəni burada bütün informasiyalar, qəbullar burada olsa da, bütün məlumatlar ora verilir. Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələ onların səlahiyyətinə aid deyil və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edilməlidir. Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə bu dəfə məsuliyyət köçürülmə üzrə qəbul komissiyasının üzərinə yönəldildi. Dövlət qurumlarının problemləri bir-birinin üzərinə ataraq məsuliyyətdən yayınması artıq adi hala çevrilib. Bu nə vaxta qədər belə davam edəcək? Əgər jurnalist ünvanladığı suala aydın və dəqiq cavab ala bilmirsə, məlum məsələdir ki, sadə vətəndaşın bu qurumlara yaxın düşməsi qeyri-mümkündür.